Sabirabad rayonunda 2024-cü ilin sentyabrın 15-də Əskər yola saldı məclisində baş verən dava ilə olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu iş üzrə 1995-ci il təvəllüdlü Firdovsi Məmmədov təqsirləndirilən şəxs qismində mühakimə edilib. O, həmkəndlisi Railə xəsarət yetirməkdə ittiham edilib. Belə ki, Firdovsi 2024-cü ilin sentyabrın 15-də saat 20 radələrində Sabirabad şəhəri Heydər Əliyev prospektində yerləşən Mələk Şadlıq Sarayında həmkəndlisinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar təşkil olunmuş musiqili məclisdə iştirak edib. O, sərxoş vəziyyətdə məclisin keçirildiyi zalda oynayan həmkəndlisi Railə yaxınlaşıb rəqsinin dayandırmasını, yerinə keçərək oturmasını deyib. Bu zaman onların arasında mübahisə yaranıb. Firdovsi Railin üzərinə hücum edib, təpik və yumruqla baş, bədəninin müxtəlif nahiyələrinə vurub. Hadisəni törədən Firdovsinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci xulqanlıq maddəsi ilə ittiham elan edilib. Firdovsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Sabirabad rayon Kürkəndi kəndində yaşayır. Əmim nəvəsi Anar Məmmədlinin hərbi xidmətə gedəcəyi ilə əlaqədar sentyabrın 15-də Sabirabad şəhərində yerləşən Mələk Şadlıq Sarayında məclis təşkil olundu. Həmin məclis saat 17-də başladı. Məclis musiqili olmaqla məclisdə spirtli içki olan araq da verilirdi. Mən də həmin məclisdə iştirak etmişəm. Məclisdə də təxminən 40 nəfər yaxın qohum, əqraba, kənd sakinləri iştirak etdi. Mən yemək yeyərkən təxminən 500 qram araq içdim. Həmkəndlim Rail də həmin məclisdə iştirak etdi. Saat 20 radələrində onun musiqi sifariş verərək rəqs etdiyini gördüm. Rail rəqs edəndə qadınlar da rəqs edən olub. Railin qadınların içərisində rəqs etməsi mənə xoş gəlmədi. Buna görə də oturduğum yerdən qalxdım və Railə yaxınlaşaraq onun qulağına söyüşlə söz deyərək yerində oturmasını dedim. Bu sözümdən sonra Rail mənə qarşı ucadan nalayiq söyüşlər söyərək əlləri ilə yaxamdan kənara itələdi. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı Rail bir dəfə yumruqla sifətimin sol tərəfindən vurdu. Railin zərbəsinin təsirindən arxaya getməklə səndərlədim. Lakin yerə yıxılmadım. Rail məni vurduğu üçün onun üzərinə getdim. Amma ətrafda olan şəxslər məni və Raili kənara çəkdikləri üçün bir-birimizi vura bilmədik, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra məclisdə olan həmkəndliləri onu zaldan dəhlizə çıxarıb. Bundan təxminən 10 dəqiqə sonra zala qayıdaraq məclisdə iştirak etdim. Mən zala qayıdarkən artıq Rail zalda olmayıb. Mən onun harada olduğunu bilməmişəm. Məclisdə təxminən 30 dəqiqədə iştirak etdim. Bundan sonra isə zaldan çıxdım. Şadlıq Sarayının həyətinə düşdüm. Şadlıq Sarayının həyətində olarkən Sabirabad rayon polis şöbəsinin əməkdaşları gələrək məni polis şöbəsinə gətirdi. Bundan təxminən 15 dəqiqə sonra mənə məlum olan və məclisdə iştirak edən Sərxanbəyli kənd sakinləri Şöhrət və Şəhriyarın da polis şöbəsinə gətirildiklərini bildim. Lakin polis əməkdaşları Şəhriyar və Şöhrəti polis şöbəsinə niyə gətirdiklərini bilməmişəm, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş Railin sözlərinə görə sentyabrın 15-də BBC nəvəsi Anar Məmmədlinin hərbi xidmətə getməsi ilə əlaqədar Şadlıq Sarayında keçirilən məclisdə iştirak edib. Məclis saat 17-də başlasa da mən saat 18 radələrində ora gəldim. Məclis musiqili olmaqla yanaşı araq da verilirdi və məclisdə təxminən 50-60 nəfər şəxs iştirak edirdi. Yemək yeyərkən təxminən 100 qram araq
araq içdim. Saat 20 radələrində məclisdə iştirak edən qohumlarım rəqs edərkən məni də rəqsə dəvət etdilər. Ona görə rəqs etməyə başladım. Qohumlarla rəqs edərkən bizimlə bir yerdə qadınlardan da rəqs edən olub. Həmkəndlim Firdovsi də məclisdə iştirak edərək ayrı stolda əyləşmişdi. Rəqs edərkən Firdovsi mənə yaxınlaşdı, qulağıma aşağı oturmağımı, oynamamağımı dedi. Firdovsinin bu sözündən sonra ona işi ilə məşğul olmasını söylədim. Bu sözü deyəndən sonra Firdovsi mənə qarşı söyüş söydü. Elə bu səbəbdən aramızda mübahisə yarandı. Mən də Firdovsini söyərək əlim ilə onu kənara itələdim. Ona yumruq atdım. Elə bu zaman ətrafda olan məclis iştirakçıları toplanaraq bizi bir-birimizdən kənarlaşdırmağa başladılar. Məclis iştirakçıları bizi bir-birimizdən kənarlaşdırarkən Firdovsi üstümə, mən də onun üstünə gedərək bir-birimizə təpik vurmaq istədik. Lakin məclis iştirakçıları bizi savaşmağa qoymadı. Sonra iştirakçılar Firdovsini zaldan çölə çıxartdılar deyə o ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, daha sonra məclisdə iştirak edən, sonradan adı ona məlum olan Sabirabad rayon Sərxanbəyli kənd sakini Şəhriyar adlı şəxs ona yaxınlaşıb, qadın uşaq yanında söyüş söydüyü üçün onunla mübahisə etməyə başlayıb. Məclis iştirakçıları Şəhriyarla mənim aramda mübahisə yarandığını gördü, bizi sakitləşdirdilər. Bundan sonra yerimdə əyləşdim. Əyləşəndən təxminən 3-4 dəqiqə sonra isə Firdovsi qayıdaraq zala keçdiyini gördüm. Bundan sonra isə zaldan çıxaraq evimə getdim. Sonradan orada nə baş verib, verməməsindən məlumatım olmayıb. Məclisdə Firdovsi ilə aramızda olan söz-söhbətə görə də sentyabrın 16-sında Sabirabad rayon polis şöbəsinə gələrək onun barəsində şikayət ərizəsi yazdım deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Sabirabad rayon məhkəməsinin hökmü ilə Firdovsi 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb, təyin olunmuş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a tərk etməsi, həmçinin Sabirabad rayonunun inzibati ərazisi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.